Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və tikilməkdə olan obyektlərin müdiriyyəti Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı su təmizləyici qurğuların tikintisi layihələrini davam etdirir. Layihələrdən biri Pirşağı hövzəsi üzrə icra olunur. Layihə Azərbaycan Prezidentinin imzaladığı Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün dövlət proqramı çərçivəsində həyata keçirilir. Ümumi uzunluğu 33 km olan kollektorun və yeni nasos stansiyasının inşası Bilgə, Nardaran, Pirşağı, Novxanı, Göradil, Fatmayı, Saray, Zabrat, Balaxanı, Məhəmmədi və Kürdaxanı qəsəbələrində tullantı sularının idarə edilməsinə imkan yaradacaq. Eyni zamanda hövzə daxilində yerləşən qəsəbələrdə su basma hallarının qarşısı alınacaq, Kürdaxanı, Zabrat gölləri və sahil boyu zonada ekoloji tarazlıq bərpa olunacaq. Hazırda layihə üzrə 9,8 kilometrlik təzyiqli tullantı su xəttinin və 3,9 kilometrlik Koruge borunun tikintisi başa çatıb. Kollektorun inşası üzrə digər müxtəlif diametrli boru və mikrotunellərin çəkilməsi istiqamətində işlər müntəzəm icra olunur. Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi çərçivəsində inşa olunacaq 31 şaxtanın 6-sında işlər tamamlanıb. Qalan şaxtalarda və kanalizasiya nasos stansiyasında işlər davam etdirilir. Bu tipi layihələr, xüsusilə mikrotunel texnologiyası ilə qurulan kanalizasiya şəbəkələri müasir və dayanıqlı olması ilə seçilir, geniş ərazilərdə qurulma imkanı və əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə şərait yaradır.